Salam əziz abituriyentlər, müəllimlər işə qəbul imtahanına hazırlaşanlar və sertifikasiya imtahanına hazırlaşanlar. Bilirsiniz ki, hər il bir sual mütləq abituriyentlərə məhz bu mövzudan düşür. Çalışacağım ki, bu mövzunu sizə ətraflı bir şəkildə izah edeyim. İbtidai icma quruluşunun ilk mərhələsi paleolit dövrüdür. Paleolit qədim daş dövrüdür. Mezolit orta, neolit new yeni, eneolit isə mis daş dövrüdür. Qədim daş dövrünün ikinci mərhələsi orta paleolitlə orta daş dövrünü qarışdırmayın. Orta paleolit olsa da, nə olur olsun o qədim daş dövrünün bir mərhələsidir. Paleolit dövrü 3 yerə bölünür. Alt, orta, üst paleolit. Biz alt paleolitin yaranma tarixini deyə bilmərik. Ona görə də o, ilk insanın yaranmasından 100 min il bundan əvvələ qədər davam edir. İlk insan tipi isə bacarıqlı insan idi. Yəni testlərdə 2 variant qabağımıza çıxa bilər. İlk insanın yaranmasından 100 min il bundan əvvələ qədər ya da bacarıqlı insanın yaranmasından 100 min il bundan əvvələ qədər. Biri nə vaxt bitibsə, digəri o vaxt başlayıb. Orta paleolit 100 min il bundan əvvəldən 35 min il bundan əvvələ qədər, üst paleolit isə 35 min il bundan əvvəldən, yəni eramızdan əvvəl 35-12-ci min illikləri əhatə eləyir. Alt paleolit Azərbaycanda xüsusilə Azıq mağarası ilə öyrənilib. Azıq mağarası Quruçayın sol sahilində yerləşir. Azıq mağarasından tapılan hər bir şeyə eyni zamanda Quruçay mədəniyyəti deyirlər. Azıq mağarasından tapılan ocaq izləri 700 min il bundan əvvələ. Alçın sümüyü isə 350-400 min il bundan əvvələ aiddir. Yəni 700 min il bundan əvvələ aid olan ocaq izləri Alçın sümüyündən daha qədimdir. Alçın sümüyü dünyanın ən qədim 4-cü tapıntısıdır. Bu tapıntıya görə bizi Avropanın ən qədim sakinləri xəritəsinə daxil ediblər. Buradan eyni zamanda daş alətlər, kobud daş alətlər və heyvan sümükləri tapılıb. Xüsusilə də ayı kəlləsinin üzərindəki cızıqlar insanlarda artıq ilk ibtidai dini təsəvvürlərin yarandığını göstərir, totemin olduğunu göstərir. Azıq mağarası Xocavənd rayonunda yerləşir. Alt paleolit dövründə insanların ilk kollektiv forması ulu icma idi. Tez-tez dağılırdı, daimi deyildi, vəhşi heyvanlardan qorunmaq, birgə od əldə etmək üçün yaranmışdı. Digər kollektiv forması isə qəbilədir. Orta paleolitdə ulu icma yavaş-yavaş dağılmış, üst paleolitdə isə qəbilə ilə əvəz olunmuşdu. İnsanlar ilk dəfə təbii odla alt paleolitdə tanış olublar. Orta paleolitdə isə süni yolla od əldə etməyi öyrəniblər. İnsanların ilk məşğuliyyəti yığıcılıq və ovçuluq idi. Məntiqlə düşünəndə dünyaya gələn ilk insan özünə yemək axtarır və hazır bitkiləri, meyvələri toplayıb yeyirdi. Yığıcılıq. Və heç bir əziyyət çəkmədən, böyütmədiyi heyvanları ovlayırdı. Ovçuluq. Əziyyət çəkmədən. Belə deyək, yığıcılıq və ovçuluq mənimsəmə təsərrüfatıdır. İnsanların ilk məşğuliyyətidir. Keçək orta paleolitə. Orta paleolitin dövrlərini artıq dedik. Orta paleolitdə yaranmış insan tipi Neandertal insan tipi idi. Almaniyada yer adıdır. Üst paleolitdə isə ağıllı insan. Orta paleolitdə tapılan əşyaların əksəriyyəti Fransada Musiya adlı yerdən tapılıb. Ona görə bu dövrə Musiya mədəniyyəti də deyirlər. Yəni testlərdə desələr ki, sizə Musiya dövrünə aiddir. Siz artıq bilməlisiniz ki, söhbət orta paleolitdən gedir. Bu dövrdə insanların dini təsəvvürləri daha da inkişaf etmiş, axirət dünyasına inanmağa başlamışdılar. Üst paleolitdə ağıllı insan yaranandan sonra avtomatik nitq və təfəkkür inkişaf etmişdi. Yəni, bunu xüsusi əzbərləməyə ehtiyac yoxdur. Çünki nitq və təfəkkür ağıllı insanın məhsuludur. Həm də ibtidai incəsənət nümunələri yaranmışdı. Üst paleolitdə yaranan kollektiv formasında
ana xətti ilə qohumluq var idi. Burada qadınlar önəmli rol oynayırdı. Odu qoruyub saxlayırdılar, gilə meyvə toplayırdılar, uşaqların qeydinə qalırdılar. Mühüm rol oynadığına görə qadınlar üst paleolitdə həm də deyirik ki, ana xaqanlığı yaranmışdı. Yəni unutsaz, əzbərləyə bilməsəz, qəbilə nə vaxt yaranıbsa, ana xaqanlığı da o vaxt yaranıb. Keçək mezolit dövrünə. Mezolit eramızdan əvvəl 12-8-ci minillikləri əhatə eləyir. Mezolitdə ox və kaman kəşf olunub. Burada artıq incəsənət inkişaf etmişdi. İbtidai əkinçilik və maldarlığın əsası mezolitdə qoyulduğuna görə biz deyirik ki, mənimsəmədən istehsala keçidin əsası da mezolitdə qoyulub. Bu dövrdə kobud daş alətləri mikrolit alətlər əvəz edirdi. Bu dövrdə insanlar balıq ovlamaq üçün harpundan istifadə edirdi. Ovçuluqla məşğul olan insanlar artıq belə deyək, ov etmək nisbətən asanlaşmışdı. Artıq insanlar gedib təkbətək heyvanla vuruşmurdular, uzaqdan ovlayırdılar və sonradan yaxınına gedib onun balalarını götürüb özləri ilə gətirirdilər. Və beləliklə onları əhilləşdirirdilər. Maldarlıq yaranırdı. Burada artıq görürsünüz insanların bir əziyyəti var. Ona görə biz buna istehsal təsərrüfatı deyirik. Mezolit dövründə artıq ölülərin yanına məişət əşyaları qoyurdular. Burada ehtiyatlı olaq. Qiymətli əşyalar yox, məişət əşyaları, qab-qacaq qoyurdular. Qobustanı araşdıran alimlərdən biri də Norveç alimi Thor Heyerdahl idi. O Qobustana hətta açıq səma altında muzey demişdi. Mezolit dövründə insanlar, biz mezolit dövrünü əsasən Qobustandan öyrənirik. Amma Damcılı mağarasında da insanlar bu dövrdə yaşamışdılar. Gəlin bu abidələrin yerini aydınlaşdıraq xəritədə. Bunlar bütövlükdə paleolit dövrünün abidələridir. Gəlin xəritəyə baxaq. Lerikdə Buzeyir, Naxçıvanda qazma, baxın yalnız qazmanı işarələdim. Qazaxda daş salaqlı, damcılı, Xocavənddə azıq tağlar, Kəlbəcərdə Zar mağarası. Bunlar paleolit dövrünün abidələridir. Qobustan isə Bakıdan təxminən 50-55 km cənubda yerləşir. Qayıdaq mövzuya. Neolit dövrü 8-6-cı minillikləri əhatə eləyir. Yeni daş dövrüdür. Neolitdə artıq əkinçilik inkişaf etmişdi. Baxın, əkinçilik mezolitdə yaranıb, bu dövrdə inkişaf edib. Neolit dövründə artıq insanlar torpağı yumşaltmaq üçün toxadan istifadə edirdilər. İstehsal təsərrüfatına keçid mezolitdə qoyulmuşdu. Amma onun inkişafı isə Neolit dövründə idi. Neolit dövründə müxtəlif sənət sahələri yaranmışdı. Dulusçuluq, saxsı qab istehsalı, toxuculuq, dər işləmə, daş işləmə, bunların hamısı Neolit dövründə yaranıb. Dulusçuluq, saxsı qab, bunlar eyni məlumatlardır, yəni testlərdə çaşdırmayın. Neolit dövründə artıq insanlar oturaq həyata keçdilər. Bu insanların həyatında böyük dəyişikliklər idi deyə biz deyirik ki, buna Neolit inqilabı. Əgər bunu unutsaz, belə deyək, əkinçiliklə məşğul olan insan istər-istəməz onu suvarmalıdır, onunla əziyyət çəkməlidir, onun bəhrəsini görməlidir və hər dəfə köç etməkdənsə əkinçilik insanları artıq bir yerə bağlayırdı. Neolit dövrünə aid yaşayış məskənləri Tovuzda Göytəpə, Ağcabəddə Kamiltəpə idi. Gəlin xəritədə onlara da baxaq. Tovuzda Göytəpə, Ağcabəddə isə Kamiltəpə. Bunlar Neolit dövrünün abidələridir. Eneolit dövrünə keçək. Eneolit dövrü eramızdan əvvəl 6-4-cü minillikləri əhatə edir. İnsanların tanış olduğu ilk metal mis idi. İnsanlar toxa ilə Neolit dövründə tanış olsalar da,
Toxa əkinçiliyi dövrü eneolit dövrünə aiddir. Eneolit dövründə insanlar öz evlərini dairəvi formada, çiy kərpic və möhrədən tikirdilər. Mezolit dövründə başlayan heyvanların əhilləşdirilmə prosesi ev heyvanlarının nəhayət eneolit dövründə bitmişdi. Bir daha qeyd edirəm, artıq ovla məşğul olan insanlar iri heyvanların balalarını gətirib əhilləşdirirdilər və artıq hər dəfə ova getməyə ehtiyac yox idi. İlk əhilləşdirilmiş heyvan da it olmuşdu. İnsanlar artıq əkinçilik və maldarlıqla daha çox məşğul olurdu deyə ovçuluq, balıqçılıq ikinci dərəcəli peşələrə çevrilmişdi, sahələrə çevrilmişdi. Eneolit dövründə insanlar ölülərini evlərin içində, yaşayış məskənlərində dəfn edirdilər. Bu çox düşən suallardan biridir. Eneolit dövründə ölülərin üzərinə oxra, yəni qırmızı boya çəkirdilər. İnanırdılar ki, digər dünyada diriləcəklər. Eneolit dövründə ovsun mərasimləri də var idi. Yəni qayaların üstündə bu təsvirlər var idi. Gəlin dövrlərə bir də baxaq. Demək, paleolit dövrü 3 yerə bölünürdü. Alt paleolit ilk insanın yaranmasına 100 min il bundan əvvələ qədər. Orta paleolit 100 min il bundan əvvəldən 35 min il bundan əvvələ qədər. Üst paleolit isə 35-12 min illəri əhatə edirdi. Mezolit dövrü 12-8, neolit 8-6, eneolit 6-4 min illiklər. Abidələrə də bir daha baxaq. Kəlbəcərdə zar, Naxçıvanda qazma, Lerikdə buzeyir, Qazaxda Baba Dərviş damcılı. Bunlar mağaralar idi və eyni zamanda Mingəçevirdə Qaraca düşərgəsi, Xocavənddə Azıq tağlar, Qobustanı hamınız bilirsiniz yəqin ki, Neolit dövrünə aid Tovuzda Göytəpə, Ağcabədidə Kamil təpə. Ümid edirəm ki, paleolit dövrünü tam mənimsəyə bildiniz. Nəsə sualınız olsa mənə yaza bilərsiniz. Digər dövrü isə, Tunc dövrünü isə ayrı bir videoda izah etməyə çalışacağım.